Bakının Sabunçu rayonunda kişi keçmiş həyat yoldaşı tərəfindən döyülüb. Hadisə Yeni Ramana qəsəbəsində baş verib. Boşandığı qadınla eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Beyrut Mahmudov iddia edir ki, gərginliyə səbəb evə alınan ərzaq məhsullarının tez bitməsi və qadının azyaşlı övladlarının gözü qarşısında söyüş söyməsidir. Beyrut Mahmudov ötən gecə 2 iradələrində Sabunçu rayon xəstəxanasına müraciət edib. Ona boğazın əzilmiş yarası diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra evə buraxılıb. Bizim aramızda olan söhbət, mən evə produkt alıb gətirirəm, bu produktlar məsələn tez bir zamanda yoxa çıxır. Nəhayət ki, boğdu məni, yəni ki, zırışdı da belə deyək, dalaşdı mənə. Mən dalaşmadım sözümü, çəkədə bilər. Ya mən əl qaldırmadım ona sözümü, mən sadəcə söyüş, uşağın yanında söyüş söyləmək olmaz. Bu söyüş söylədi, əlinin üstündən vurdum şapalağı, o da ki, cümlü üstümə boğaraq güclə qaçdım əlimdən. Yığdım 102 xidmətinə, orada öz iradlarımı bildirdim, dəvət edildi Sabunçu rayonunun 2-ci nömrəli polis bölməsinə. Qarın ahimi, yəni utanıram indi buramı göstərim, qarın ahimində də var, polis isə bunu çəkib eləyir.